Herkese salam. Ümid edirəm hər biriniz yaxşısınız. Bugün sizə özümlə bağlı məlumat vermək istəyirəm. Mən magistrantam, sosial pedaqogika üzrə təhsil alıram. Bakalavrın müəlliməlik ixtisasını bitirmişəm. Həm işləyirəm, həm oxuyuram. Sadəcə bugün sizə sosial pedaqoqun nə olduğunu, sosial pedagogikanın nə dərəcədə əhəmiyyətli olduğu barədə məlumat vermək istədim. Sosial pedaqogika məncə önəmli bir peşədir və hazırda lazımdır və aktual belə deyək də bir sahədir. Sosial pedaqoq olaraq, bəli, bu sahə üzrə hələ ki çox təcrübəm yoxdur. Çalışıram ki, daha çox təcrübə qazanım, inşallah. Və belə bir şey demək istəyirəm ki, sosial pedaqogika yeniyetmələrin, yəni gənclərin problemləri ilə maraqlanır. Bir növ psixoloq olmasa da, sosial pedaqoqun da gənclərin, yeniyetmələrin həyatında özlərinin mühüm rolu var. Və mən fikirləşirəm ki, öz şəxsi düşüncəmdir. Sosial pedaqoq ixtisası lazımlıdır, sosial pedaqoqlar cəmiyyətə lazımdır. Biz tələbələr olaraq da, təbii ki, ailəmizdə, yaxınlarımızda, yəni bacardığımız qədər kömək eləyə bilərik kimlərəsə. Təbii ki, o qədər də yenə deyirəm, bu sahə üzrə təcrübəm yoxdur, sadəcə hələ araşdırıram. Təcrübə proqramlarını, özümə uyğun bir təcrübə proqramı tapdıqda müraciət edəcəm. Sadəcə belə demək istəyirəm, bu da bizim universitet, bizim korpusdur, sadəcə o bir korpusdur, yəqin ki, görürsünüz. Nəsə, bugün bunun haqqında məlumat vermək istədim ki, yəni biləsiniz, sosial pedaqogika nədir, sosial pedaqoqun işi nədir və bu cəmiyyətimizdə məncə lazım bir ixtisasdır, mənim öz fikrimdir. Əgər nəsə əlavə məlumatınız varsa və yaxud da bu barədə bilirsinizsə rəylərdə yazın. Belə videoların olmağı üçün kanalıma abunə olun və paylaşın, bəyənin, rəylərinizi yazın. Bugünlük belə bir qısa video çəkdim, çünki universitetin həyətindəyim, birazdan dərsə gedəcəm. Amma nəsə başqa bir sualınız olarsa, yəni yazıb soruşa bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın. Görüşənə qədər.